Bir-iki cümlə kifayət edir. Bəzi alimlər deyiblər ki, bir insana təzkiyə vermək üçün o söz var, ərəblər bu cür deyir: "La na'lamu anhu illa xeyran." La na'lamu illa xeyran. Belə deyirlər axı. Xeyirdən başqa heç nə bilmirəm. Məsələn, sən gəlib məndən İbrahimi soruşursan, deyirəm vallahi xeyirdən başqa heç nə görməmişəm. Bu söz. Bəzi alimlər deyiblər ki, bir insana təzkiyə vermək üçün bu söz bəs eləyir. Ki, o yaxşı adamdır. Təzkiyə yəni onun yaxşı, pis olub olmamasını bildirmək üçün təzkiyə, yəni sən məndən gəlirsən, deyirsən ki, Rəşad qardaş, filan kəs necədir? Soruşursan da, yaxud təzkiyə istəyirsən, onun barədə mənə bir dənə təzkiyə ver, yaxşı adam olduğu haqqında. Mən də deyirəm ki, bir qrup alimlər deyiblər ki, bu söz kifayət edir, xeyirdən başqa bilmirəm heç nə. Bunu İmam Buxari deyir, rahiməhullah. İmam Buxari əsaslanıb nəyə? O ifq hadisəsində, ifq. O Ayşə radiyallahu anhə böhtan atmırlar, ifq. Onda Usamə radiyallahu anhu gəlir, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə: "Əhlukə ya Rasulallah, la na'lamu illa xeyran." Sənin əhlindir, xeyirdən başqa heç nə bilmirik. İmam Buxari bu hədisə əsaslanıb deyir ki, təzkiyə üçün bəs edər. Bir qrup alimlər, cümhur alimlər, əksəriyyət alimlər deyiblər ki, bu söz bəs etmir. Detallarla olmalıdır. Sən bir adama təzkiyə verirsənsə, həmin təzkiyə verdiyin adam elə sözlərdən istifadə etməlisən ki, açıq, aydın dəlalət etsin təzkiyəyə. Xırdalıqlarından, detallarından, cümlə dəqiq olmalıdır. Təzkiyə bu yerdədir. Allahu aləm.